Heç kim bizimlə diktat və ultimatum diliyle danışa bilməz. Qarabağ Azərbaycandır. Prezident Əliyevin çıxışları tarixə düşüb. Ümumiyyətlə, bəzi çıxışlar tarixin özü idi. Sorğu nəticələrinə görə ən çox tirajlanan tarixi çıxışı 27 sentyabr 2020-ci ildə xalqa müraciəti idi. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Prezident İlham Əliyev saat 11:50-də televiziya ilə xalqa müraciət etdi və hadisəni düşmənin geniş miqyaslı təxribatı kimi qiymətləndirdi. O, Azərbaycan ordusunun düşmənin mövqelərinə cavab zərbələri endirdiyini və çoxlu hərbi texnikanın sıradan çıxarıldığını bildirdi. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bu sözlər sonraki 44 gün ərzində əsas şüara çevrildi. O, Ermənistanın danışıqları pozmaq, yeni ərazilər işğal etmək və daxili problemlərdən diqqəti yayındırmaq məqsədi daşıdığını açıqladı. Müraciət zamanı şəhidlərə rəhmət diləndi və onların qanının yerdə qalmayacağı bəyan edildi. Bu çıxış müharibənin rəsmi başlanğıcı kimi qeydə alındı və xalqda səfərbərlik dalğası yaratdı. Həmin gün ordunun əks hücumu başladı və bu 8 noyabr zəfərinə qədər davam etdi. Noyabrın 8-də Azərbaycan ordusu 44 günlük vətən müharibəsinin ən ağır və strateji əməliyyatını başa çatdıraraq qədim Şuşa şəhərini işğaldan azad etdi. Prezident İlham Əliyev həmin gün Şəhidlər Xiyabanında xalqa müraciət edərək böyük fəxarət hissi ilə bəyan etdi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Bu müraciətdə vurğulandı ki, 28 il yarım işğal altında qalan Şuşa döyüş meydanında Azərbaycan əskərinin qanı və qəhrəmanlığı hesabına azad olunub. Danışıqlar masasında yox. Prezident qeyd etdi ki, bu tarixi qələbə Azərbaycanın hərbi, siyasi və mənəvi zəfəridir. Müraciətdə iqtisadi müstəqillik, güclü ordu quruculuğu, milli birlik və beynəlxalq dəstəyin qələbənin əsas amilləri olduğu xüsusi qeyd olundu. Şuşanın azad edilməsi düşmənin belini qırdı və müharibənin son mərhələsini sürətləndirdi. Sentyabrın 19-da səhər saatlarında Qarabağ İqtisadi rayonunda erməni silahlı birləşmələrinin törətdiyi mina terroru nəticəsində 6 azərbaycanlı həlak oldu. Bu hadisədən sonra Azərbaycan ordusu Qarabağda lokal antiterror tədbirlərinə başladı. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində düşmən tərəfindən uzun illər böyük mühəndislik işlərin nəticəsində istehkamların mövcudluğu şəraitində düşmən bölgələrinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq bizim hərbçilərimiz bir daha
qeyd etdiyim kimi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq bugünə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır. Prezident vurğuladı ki, bu əməliyyat 30 ilə yaxın davam edən işğala və separatizmə son qoydu. Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Müraciətdə Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası, normal həyata qayıtması və regionda sülhün bərqərar olması üçün addımlar atılacağı bildirildi. Bu çıxış Azərbaycan tarixində suverenliyin tam bərpası günü kimi qiymətləndirilir və sonraki ildə 20 sentyabr Dövlət Suverenliyi günü kimi rəsmiləşdirildi. İlk 3 çıxış Prezident Əliyevin gücünü, missiyasını və regiondakı sərkərdəliyin aşkar formada qalibiyyəti ilə zirvəyə daşıyır, onu bütün dünyada istisnasız böyük bir liderə çevirirdi. Tarixə imzasını atmış ölkə rəhbərinin ilk 3 çıxışı bəs edirdi ki, onu Ermənistanda daha yaxından tanısınlar və mahiyyətini, uğrunda mübarizə apardığı həqiqəti daha yaxından anlasınlar. O çıxışlar bizim üçün qalibiyyət olduğu qədər də düşmən kəsim üçün mükəmməl bir profil tanıtımı idi. Görüntüsü, səsi, replikaları, jestləri unudulacaq kimi değildi. Bu, özünü nağıllar və uydurmalar içində zənn edib başqasının halal torpaqlarına göz dikənlərə tarixi cəza və cavab idi. Vətən müharibəsinin ən ideal tərəfi o idi ki, qalibiyyət özündən sonra qisasçı və revanşçı ruh saxlamadı. Qalibiyyətin hərbi enerjisini əməkdaşlığa, iqtisadi münasibətlərə çevirib, düşmən olan kəsimi də güllədən daha kəskin, iqtisadi imkanlarla ram etməyə bacardı. Ermənistanın paytaxtı İrəvan şəhərində Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısına onlayn qatılan prezidentin səsini ilk növbədə erməni sosiumu eşitmiş oldu. 6 il əvvələ dönüb iri ekran boyda görünən şəxsin səsindən dejavu yaşamaya bilməzdilər. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Tədbirin keçirildiyi məkana doğru haykü ilə cuman, hücum edən Karapetyanın tərəfdarlarının çığırtısını böyük ekrandan səslənən Əliyevin çıxışı eşidilməz edirdi. Azərbaycana qarşı çıxış edən, qisas hissi ilə alışıb yananlara ən böyük cavab İrəvanın ekranlarından istifadə edərək separatçılara və onları rövnəqləndirən xarici qüvvələrə dediyi sözlərdə idi. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbul edilməzdir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edir. Hətta həmin video müraciətin effekti o qədər güclü idi ki, bəzi separatçı sosial media fəalları Paşinyanı Əliyevin arxasında gizlənməkdə günahlandırmağa başladılar. İrəvan ekranlarına daşınan tarixi çıxış barədə isə tamamilə fərqli düşünmək lazımdır. Əliyev müharibə missiyasını bir müddət əvvəl yekunlaşdırdı. Azərbaycanın başına suverenlik tacını qoyanda. İndi isə o bir regional lider kimi bütün Qafqaza səslənir. Qalib liderin Qafqazı xilas çıxışı manifestini eşidir bütün Avropa. O Avropa ki, Paşinyan qondarma soyqırımı iddialarından qaçarkən onlar zorla erməni xalqını təkrar tarixin çarxlarının ağzına itələyərək məhvinə səbəb olmağa çalışırlar. Əliyev onlara da sözlərini çatdırdı. Əsas mesajı Qafqaz adına sülh idi və sülhün əsas düsturu kimi onun xilas edilməsini ortaya sürürdü. Əliyevin Qafqaz nitqi deyək ona. Bu da çoxsaylı izlənən, tirajlanan və istinad edilən daha bir tarixi çıxış olacaq. Hər şeyə rəğmən Avropada bir kabus dolaşmaqdadır. Lakin Avropada, Qafqazda isə günəş doğmağa hazırlaşır. Əziz Əlibəyli, Namiq Abbasov, Today Press TV.